Mən sizə bir dənə zikir öyrədəcəm indi bugün. Hələ Rəcəb artıq təzə başlayıb. Hər kim bu zikri gün ərzində 100 dəfə desə, ondan sonra, zikirdən sonra sədəqə versin. İndi sədəqə vermək, ola bilər bir nəfərin 1 manata gücü çatır, bir nəfərin 5 manata gücü çatır, fərqi yoxdur, sədəqə versin. 100 dəfə bu zikri desin. Çox rahat bir dənə zikirdir. Mən istəyirəm bunu siz öyrənəsiniz və bundan da istifadə eləyəsiniz. Ramazan ayına qədər, hətta bizim vaxtımız var. Mən sizə açıq deyirəm, Rəcəb ayının sonunda görəcəksiniz ki, bu zikir sizin həyatınızda nə qədər müsbət mənada böyük bir dəyişiklik yaradıb. Sizin həyatınızda dinamik bir dənə böyük bir inkişaf yaradacaq. Mənəvi tərəqqi, mənəvi alilik sizdə yaranacaq. O zikir çox rahat bir zikirdir. Zikir bundan ibarətdir. Əstəğfirullah, la ilahə illahu, vahdahu la şərikə ləh və ətubu ileyh. Bir də təkrar eləyirəm. Əstəğfirullah, la ilahə illahu, vahdahu la şərikə ləh və ətubu ileyh.